Bayram və qonaqlıq süfrələrinizə %100 yaraşacaq bir reseptlə gəldik. Bu qəlyan altını həm isti, həm də soyuq halda nuş edə bilərsiniz. İlk öncə Əziz izləyicilərim, bu videoya siz abunə olun. Mən faydalanım. Mən video düzəldim, siz faydalanın. Abunə olub videomu bəyənməyi unutmayın. soğanı yarım halqa doğrayırıq. Sarımsağı isə xırda-xırda doğrayırıq. Yaşıl və qırmızı biberi nazik, uzun formada doğrayırıq. Qaynadılmış fileni çox da nazik olmamaq şərti ilə didirik və bolca kişnişi xırda-xırda doğrayırıq. Holland pendirini isə rəndədən keçirdirik. Tavaya duru yağ və soğan sarımsağı əlavə edirik. Azca qovrulduqdan sonra biberləri əlavə edib qarışdırırıq. Qapağı bağlayırıq. Biberlər yumşalıb soğan azca qızaran kimi toyuq püresini də əlavə edirik. Ardınca kişniş əlavə edirik. Duzu və qara toz biber də əlavə edib yaxşıca qarışdırırıq. Bu qəlyanaltıya dad verən olmazsa olmaz ketçup və mayonezdir. Bolluca hər birindən əlavə edirik, qarışdırırıq. Bu qəlyanaltı üçün sırf bu cür lavaşlar həqiqətən də əlverişlidir. Lavaşa ilk öncə içliyi əlavə edirik. Daha sonra isə üzərindən Holland pendirini əlavə edib bu cür səliqəli şəkildə bükürük. Holland pendiri əlavə etməsəniz də olar. Hər iki halda dadı müsibət olur. Yaxşıca qızmış tavaya duru yağ əlavə edib lavaşları qızartmağa başlayırıq. Hər iki tərəfi qızardıqdan sonra servis edə bilərsiniz.